o yenə də sənə bax elçi düşəcək, burada xəbərin olsun yəni. İnşallah, hayır. Bizim bu həftə xanımlarımız nə edəcək və ilk olaraq bunu təbii ki, Xalidə edəcək. Tort pişirəcək, daha doğrusu tort hazırdır, korjlar hazırdır, onun üzərini bəzəməlidir. Nəyi bacarırsa, nə cür bacarırsa o bəzəyi vurmalıdır. İndi bizim demək, mətbəximizdə hər şey hazırdır, istəyirəm ki, ora keçək və nəzər yetirək görək hələ orada nələr var. Gəlin yanımıza, özünüz mikrofon. Üzr istəyirəm, sən əlini yox, mən də sənə mikrofon gətirim. Və orada çox maraqlı şeylər var. Mən ömür boyu tort bəzəməmişəm. Amma xoşum gəldi. Elgiz, gəl mənlə. Hə, gəl. Özünüzü təqdim edən xanım. Mən Vinni Süniyyət evindən gəlmişəm. Deməli, bu xanımın əl qabiliyyətinə baxacağım, görüm necə tort hazırlaya bilir. İsminiz? İradədir. İradə xanım. Bunlar nədir burada? Elgiz. Gəl görək hələ, bunlar nədir burada? Bu qatılaşdırılmış süddür. Qatılaşdırılmış süd, el arasında quşonka. Bəli. Bu doşa? Bu karamel jelesidir. Bu qozlu qovrulmuş hazır vəziyyətdə, bu da qatılaşdırılmış südün bərk halı. Dondurulmuş halı, yoxsa necə? Xeyr, bərk. Biz onu biraz şərbətlə qarışdırıb. Bu da krem. Bu da hazır kremdir. Dadına bax, dadına bax. Xalidə nə edəcək? Sən mənim canım. Professorluq eləmək. Olmaz, bilsəm cəmaat yox, yaxşı görünmür. Bir daha. Biz eləyirik, başqalar da bizə baxır, deyir, bax, Olivira, Elgiz, Efrut, telefon. Ha, nə olar ki? Olmaz da. Elgizlə Oliviradan yaxşı öyrənsinlər, bunda da heç bir şey yoxdur. Heç şey yoxdur. Necə başlayacaq biz? Bizim xanımımız başlasın, Xalidə. İradə xanım da yardımcı olsun. Bu nədir İradə xanım? Bu torta gözəllik vermək üçün, dizayn vermək üçün. Xüsusi qırıqlardır. Neynirlər bunu? Yəni bunu içində qoyub, kəsib, yəni... Sən bacarırsan, bunu istifadə edmək. Bəli. İndi o başlasın, yəni ona əl qabiliyyətlə. Aha, aydındır. Görək hələ bacarırsam mı? Birinci biskvitdən başlamalıdır. Nə eləməlidir bu biskviti? Biskviti kəsməlidir. Onu bu qırığın üstünə qoy zəhmət olmasa bu fırlanan dairəni. Biz bugün Xalidənin zövqünü öyrənəcəyik. Görək zövqü necə? Yox, belə qavqaşıq qoyulur. Hə, necə əlindən gəlir? Necə bəzəmək? Bəli, əsas odur. Yarım saat vaxtı var Xalidənin. Bax, bu krem nədən hazırlanır İradə xanım? Bu krem təmiz kərə yağıdır, bir də qatılaşdırılmış süd, yəni bişməmiş. Bəli. Aha, demək, amma çox dadlıdır. Bəli. Şahin Qartalay dadına baxmaq istəyir. Buyur, dadına bax. Bizim Vinni Şirniyyət evində hər şey keyfiyyətli və gözəldir. Gözəldir. Biz bunun dadına da baxacaq, görəcəyik ki, nə qədər gözəldir. Çayın altına ilgi zəhmət olmasa söndür. Sayın Elvira xanım, mən bir söz deyim. Həftənin birinci günüdür. Biraz təbii ki, yəni az olsa həyəcan da var. Yəni boynumuza... Yox, nə baxın. Sən əlcəyi nöş giymədin, mənə deyim. Yox, əlcəyi nöşləmək belə rahat olmur. Rahat olmur. Gərək əllər tərtəmiz olsun. Yum da, amma yum əllər. Bu kəsilməyi üçün, mən bilən, nəysə rahat kəsilmək üçün və ovxalanmamağı üçün gərək bıçağı soyuq suda isladasan, yəni nəsə belə bir prosedur var. Xeyr, bilirsiniz, bu naşıdır, yəni biz belə doğrayanda bizdə ovxalanmır. Necə eləyirsiniz? Yəni biz gündəlik məşğul oluruq bununla. Bu tortlar ki pişirilir, onları siz pişirirsiniz. Bilirsiniz, bunlar pişirilir, gəlir bizə. Yəni bunun özünün xüsusi pişirən, bəli, pişirilir, krem gəlir. Bunlar hamısı bizə hazır vəziyyətdə gəlir, biz o tortu hazırlayırıq. Yəni, baxım, ovxalanmadı, qaldırın. Xeyr, ovxalanmadı. Yəni birinci partiyadan bu ovxalanmışdı, həm də bu çox təzədir. Üç yerə bölməliyik. Bəli, bu üç yerə bölüb, onu özü necə bilirsə, yəni elə qarışdırıb. Buyur. Görək sən, ay Xalidə. Nədən başlayırsan? Birinci kremdən başlayacağım. Haydi, vaxtın azdır. Aha. Onun düppədüz hamar olmağı üçün bıçaqdan istifadə. Elvira xanım, mən bir söz deyim də. Necə doğrudur? İlk həftələrdən siz bizə həmişə deyirsiniz vaxt azdır. Amma mən televiziyada həmişə baxırdım, yəni izləyirdim növbəti iştirakçılarımızı. Onlara nədənsə biraz vaxt. Onun üçün... Deyirsən ki, sən vaxt az verir. Yox, bizim həftədə birinci həftə biraz çətin oldu. Çünki ilk həftə idi. Bu, artıq məni qərəzli itham edir, ha, Xalidə. Hə, doğrudan. Biz neyiniyək ki, o qızların belə zirəngliyi yoxudur.
Ay Allah. Sən gərək elə oturasan, onlara baxasan. Sən özün bildiyin kimi tez-tez hazır olun. Mən isə gedim bizim primadonnanı təqdim eləməyə. Elgiz, gəl. Primadonna, İlham xanım buradadır. Yox. Bizim studiyamızın primadonnası başqadır, hansı ki həmişə gecikir. Maşallah. İstəyirəm. Üçüncü həftənin, hə? Sən ikinci həftənin. Üçüncü həftənin qalibəsini təqdim edim sizə. Aygün alqışlayıb studiyamıza buyursun. Necəsən? Xoş gəldin. Hansı tıxacılar üçün? Haycan, gəlsin. Balaş mikrofonu. Təəssüf ki, gəzə bilməyəcəm bu dəfə bala. Nə vacib idi bu? Mənə Şahin bayaqdan işarə eləyir nəyəsə. Başıma qəza gəlib. Nə olub Çıxart ki? baxım. Sınıb. Nəzər var, nəzər. Bir bura bax. Çatdıyıb. Nəzər var Elgiz? Nəzər var. Bizim, bəli. Hə, çıxart ver. Mən təklif eləyirəm ki, Şahin bizə üzərik tapsın. Varmı üzərik? Hardan alım deyir. İşə düşdü də Şahin. Al günah, giyin. Amma mən bir də getsən sınar o. Dəyişik ayaqqabı gətirmişəm. Gah deyirsən ki, mən ayaqqabı ilə maşın sürə bilmirəm. Gah deyirsən ki, ayaqqabımın dabanı sındı. Nədir sənin ayağında doğrudan nəzər var ha? Biraz uzun geysən keç.